Salam, dəyərli həmkarlar. Bir daha hər vaxtınız xeyir olsun. Şərtlər poemasının ardına, yəni ikinci hissəsinin məzmununa baxırıq. Birinci hissəyə qısa bir nəzər salaq. Birinci hissədə biz nəyi gördük, nəyin şahidi olduq, nəyi öyrənmiş olduq. Birinci hissədə biz gördük, Bakıda dənizin sahilində millət miting keçirdir. Tələblər irəli sürürlər. Bu tələblər də əlbəttə ki, azadlıqla bağlı. Millətin istəyi nəticə həmin istək dilindədir. Və qatil cəlalımızı pozur. Müəllifin sözləri ilə desək, hücum eləyib cəlalımızı pozdu. Yəni 20 yanvar faciəsini törətdi. Sonra müəllifin düşüncələrinə bir qədər yer verilib. O deyir, birdən hərdən düşünürəm ki, bizim şəhidlər naxaq yerə bir gün görmədən ömürlərini bada verdilər. Sonra öz fikirlərinə qarşı çıxaraq, onlar deyir, bəlkə də yaşadıkları zaman bir iş görmədilər, amma ölümləri ilə çox iş gördülər. Belə bir fikir səslənib. Sonra 20 yanvar faciəsinin törədildiyi gecə əks olunub, ordunun silahsız əhalinin üstünə hücuma keçməsi. Xəstəxanalardan söz açılıb birinci hissədə, həm də xəstəxanalarda işıqları söndürüblər saldatlar. Amma adamlar həm maşından, həm də çiyinlərində yaralıları xəstəxanalara daşıyırlar. Qan vermək üçün insanlar xəstəxanalara axışırlar, amma xəstəxanadan da adamları dağıdırlar. Həkimlər gecəni səhərə qədər şam işığında yaralıları əməliyyat eləyirlər. Bax, bundan bəhs olunur və yüksək qiymət verilir şəhidlərə. Sonra bir də şəhidlərə verilən matəm, şəhidlər üçün təşkil olunan matəm mərasimlərindən. Baxaq, indi axı biz nə etmişdik? İkinci hissə buradan başlayır, matəm mərasimindən başlayır ikinci hissə. Burada da əlbəttə ayrı-ayrı parçalar verilib. Qəzəb şimşəyindən hər baxış nida, hər üzdə, hər gözdə bir sual ağlar. Adamlarda qəzəb var. Bu qəzəbin şimşək kimidir, bu qəzəb çaxır və insanların baxışı, hər baxışı elə bir nida işarəsidir. Adamların üzündə, gözündə bir sual ağlayır. Bu sual nədən ibarət indi? Birazdan onu deyəcəyik. Sualın ağlamağı metafor olur. Baxışların nida olması, baxışların nidaya bənzədilməsi təşbih olur. İnsan dənizinin dalğalarında üzür asta-asta tabut qayıqlar. Qayıqları demək 20 yanvar, yəni ki, o şəkli sağlığında görənlər görüb, indiki uşaqlar, gənclər şəkilləri görmüsünüz. Yəni ki, şəhidlərin, 20 yanvar şəhidlərinin dəfn olunmasını, orada insan dənizinin, həqiqətən də elə bir insan dənizidir və tabutlar çiyinlərdə aparılır. Həmin tabutları müəllif qayıqlara bənzədir. Tabut qayıqlar deyir, üzür. Tabut qayıqların dənizdə üzməsini, insan dənizinin içində üzməsi burada da. Tabutun qayığa bənzədilməsi təşbih olsa da, tabutun üzməyi metafor olur. Xalq dözə bilsə də zülmün şərinə, yanır gözlərində kini, nifrəti. Xalq deyir, düzdür, zülmün şərə dözə bilib, yəni törədilən bu faciəyə dözüb. Amma gözlərində, insanların gözlərində nifrət və kin yanır. Nifrətin, kinin yanmağı da metafor olur. Alıb tabutları çiyinlərinə Allaha göstərir bu cinayəti. İnsanlar deyir, elə bir tabutları çiyinlərinə götürüblər və bu cinayəti sanki Allaha göstərirlər. Qızıl qərənfillər əllərdə min, şəhidlər önündə bir anda ondalar. Qızıl qərənfillər epitet, qərənfillərin əllərdə min olmağı mübaliğədir. Şəhidlər önündə bir anda ondalar. Qərənfillərin donması, düzdür, qərənfil şaxtada, soyuqda dona bilər, amma şəhidlər önündə donması metafor olur. Fədakar oğullar Rəsulzadənin bayrağı altında dəfn olundalar. Həmin o 20 yanvar şəhidləri o vaxtı o hadisəyə qədər deyək, yəni 3 rəngli bayraq yox idi. Bizim bayrağımız Sovet bayrağı, qırmızı rəngdə üstündə oraq çəkiş şəkli olan bayraq idi. Amma 3 rəngli Rəsulzadənin, yəni Azərbaycan
Cumhuriyyətinin bayrağın Azərbaycan Cumhuriyyətinin qurucusu Rəsulzadənin üç rəngli bayrağın altında deyək dəfn olundular. Daldı bir anlığa sükuta göy yer, millət ürəyini sükutdan asdı. 18-də ölən köhnə şəhidlər təzə şəhidləri bağrına bastı. Bir anlığa o şəhidlər dəfn olunarkən bir anlığa deyir elə bir yer göy sükuta daldı. Və bu millət elə bil öz ürəyini həmən sükutdan asdı. Millətin ürəyini sükutdan asması da metafor olur. 18-də ölən köhnə şəhidlər. 18-də ölən şəhidlər deyəndə 1918-ci ildə ölən şəhidlər nəzərdə tutulur. Sovet hakimiyyətini o vaxt qurularkən də Qızıl Ordunun tərəfindən Qızıl Ordu güya xilas elədiyi həmin şəhidlərin yəni Sovet hakimiyyətinin qurduğu, Sovet hökumətinin qurulduğu ildə 18-ci ildə ölən şəhidlər təzə şəhidləri bağrına bastı. Burada bir haşiyə çıxaq deyək ki, bilirsiniz ki, indi Bakıda hazırda hamımız şəhidlər xiyabanı kimi gördüyümüz yer 1918-ci ildə də şəhidlər dəfn olmuşdu. Amma Sovet hakimiyyəti qurulanda həmin o şəhidlər üstündə park salınmışdı. Qəbristanlıq orada dağıdılıb üstündə qəbristanlıq deyək, indi o əslində şəhidlər xiyabanı idi o vaxtda da. Onu dağıdıb üstündə park salmışdılar və orada Kirovun böyük heykəli qoyulmuşdu. Və indi təzə şəhidlər 18-də ölən köhnə şəhidlər deyir. İndi 90-cı il şəhidləri də həmən, yəni indi bildiyimiz şəhidlər xiyabanında həmin yerdə dəfn olundular. Park dağıdıldı, Kirovun heykəli götürüldü və təzə şəhidlər orada dəfn olundular. Müəllif də bunu işarə edir ki, 18-ci ildə ölən o vaxtın 18-ci ilin şəhidləri 90-cı ilin şəhidlərini bağrına basdılar. Axı biz nə eləmişdik? Bu hissədə görək nədən söhbət gedir. Şəhidlər xiyabanı. Dilə gəlir məzarlar. Axı biz nə eləmişdik? Artıq şəhidlər xiyabanı, müəllif şəhidlər xiyabanı, bugün bildiyimiz şəhidlər xiyabanı oranın təsvirini verir və sanki deyir, məzarlar orada dilə gəlir ki, axı biz nə eləmişdik? Yəni bizim günahımız nə idi? Bu ittiham, bu sual şəhidlərin birləşən hər yasında səslənir. Burada bu sözləri təkrirdir. Bu ittiham, bu sual, yəni məzarların dilə gəlib soruşduğu bu axı biz nə eləmişdik sualı şəhidlərin birləşən hər yasında səslənir. 90-cı ildən söhbət gedir. Şəhidlərə hər yerdə yas verilir və hər yasda sanki bu ittiham, bu sual səslənir. Axı biz nə eləmişdik sualı. İttihamın, sualın birləşməsi və yaslarda səslənməsi də metafor olur. Fərizənin, İlhamın çırağı söndürülmüş komasında səslənir. Fərizə, İlham yəni ki, əzbərdən bilirsiniz, hər kəs bunu bilir. 20 yanvar şəhidləri yeni ailə qurmuş gənclər idi. Onların çırağı söndürülmüş komasında səslənir. İttiham, sualın komada səslənməyi yenə də metafordur. Axı biz nə eləmişdik? Ağsaqqal babaların, ağbirçək nənələrin duasında səslənir. Axı biz nə eləmişdik? O zaman yaslarda verilən babaların, nənələrin dua edirdilər və onların duasında da sanki bu sual səslənir ki, biz nə eləmişdik axı? Günahımız nə idi? Bu ittiham, bu sual məktəbli Larisanın qara lentə tutulmuş partasında səslənir. Yəni ki, bu da aydındır. Məktəbli Larisa o 20 yanvar şəhidi idi. O da onun partasının üstündə qara lent bağlanmışdı. Onun partasında da deyil bu sual səslənir ki, axı biz nə eləmişdik? Günahsız qurbanların başdaşında səslənir. Qurbanlar, günahsız şəhidlərin deyir, başdaşında da bu sual səslənir. Onların yetim qalan körpə balalarının dünyadan haqq istəyən göz yaşında səslənir. Valideynləri şəhid olan insanlar ki var idi, 20 yanvar şəhidləri, onların yetim qalan balalar ki var idi. Onların göz yaşında da bu sual səslənir ki, axı biz nə eləmişdik? Bu ittiham, bu sual bağrına dağ çəkilən qocaman bir millətin dodağında səslənir. Millətin dodağında, yəni o vaxt həqiqətən də hər kəsi düşündürürdü bu sual ki, nə oldu, nə baş verdi, bizi niyə öldürdülər, axı biz nə eləmişdik ki, bizim dırnaq arası qəhrəman Qızıl Ordumuz niyə gəlib bizi
gülləbaran elədi. Cavab verən olmadı, boğdular bir millətin. Axı biz nə eləmişdik deyən o haqq səsini. Bu suala lakin cavab verən olmadı və millətin bu haqq səsini boğdular. Çadırlar quruldu kənddə, şəhərdə, bəlkə məlhəm idi matəm bu dərdə. Hər yerdə, Azərbaycan o dövrdə bütün şəhərlərində, kəndlərində çadırlar quruldu. Hər yerdə şəhidlərə matəm verilirdi, ehsan verilirdi. Müəllif deyir ki, bəlkə deyir, bu dərdə verilən bu matəmlər dərdin 20 yanvar dərdinin dərmanı idi. Döndü yas evinə bütün məmləkət, kasıb ocaqda da qazan asıldı. Bütün məmləkət, bütün ölkə sanki yas evinə döndü. Kasıb ocaqda da qazan asıldı. Kasıb ailələrində, onlarda da ehsan kimi qazan asıldı. Yası matəmi ilə çarəsiz millət elə bil qatildən intiqam aldı. Çarəsiz qalan millət yas verməklə, matəm verməklə deyir, elə bil qatildən intiqamını alırdı. Gücsüzün aldığı intiqama bax. Və burada müəllifin sözləri ki, gücsüzün intiqamına bax ki, matəm üçün mərasimlər təşkil edir. Zorun qarşısında sustuq hamımız. 40 gün yad saxlamaq, işə çıxmamaq oldu üsyanımız, intiqamımız. O vaxtı görənlərin yaxşı yadındadır, 20 yanvardan sonra düz 40 gün heç kim işə çıxmadı. 40 gün xalq yad saxladı. 40 gündür yaz saxlamaq, işə çıxmamaq sanki bizim üsyanımız, intiqamımız oldu. Canlı da cansız da ağlayır bugün, matəm içindədir ölkə büsbütün. Qızıl qərənfillə qara bayraqlar xalqın kədərinə birgə qanaqlar. Bütündür ölkə, canlı cansız sanki ağlayırdı. Ölkə bütünlükdə, bütünlükdə matəm içindəydi. Ölkə deyəndə metonimiyadır, yəni ki, ölkədəkilər matəm içindədirlər. Və qızıl qərənfillə qara bayraqlar xalqın kədərinə birgə qanaqlar. Qızıl qərənfil olmur əlbəttə bu epitetdir, lakin qara bayraqlar bu həqiqi məndadır. O vaxt ya həqiqətən də qara bayraqlar asılmışdı, ya da bayraqların üstünə qara bağlanıb aşağı sallanmışdı. Bayraqların qan ağlamağı da metonimi olur. Şəhidlər. Qatil gülləsinə qurban gedərkən gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanları ilə vətən torpağına çəkdi şəhidlər. Burada son hissədə müəllif şəhidlərə elə bir, onları tərənnüm eləyir bir növ belə desək. Qatillərin gülləsinə şəhidlər qurban getdilər və bu zaman şəhidlər gözlərini sabaha dikmişlər, metafordur. Üç rəngli bayrağı öz qanları ilə vətən torpağına çəkdi şəhidlər. Şəhidlərin qanı axdı, torpağa töküldü və torpaqda sanki şəhidlərin qanı ilə üç rəngli bayrağın şəkli çəkilmiş oldu. Bunlar da metonimiyyət, çünki şəhidlər ölüblər artıq. Şəhidlər şəkil çəkə bilməzlər. Ona görə hamısı metafor olur. Zalım ölünməsin zülümləri ilə, minbir böhtanı ilə, minbir şəri ilə. Zalım öz zülmü ilə qoy öyünməsin. Minbir böhtan atmaqla, millətə, xalqa böhtan atmaqla, minbir şər söyləməklə öyünməsin. Bunları deməsin, yəni. Mübaliğə var burada. Həqiqət uğrunda ölümləri ilə ölümü kamına çəkdi şəhidlər. Bizim şəhidlərimiz həqiqət yolunda öldülər. Və bu ölümdən onlar ölümü belə kamına çəkdilər. Metafordur. O şənbə gecəsi, o qətil günü mümkünə döndərdik çox namümkünü. Həmin şənbə gecəsində, həmin qətil günündə çox mümkünsüzü biz mümkün eləyə bildik. Namümkünün mümkünə döndərmək təzaddır, güclü bir təzad. O sözləri burada təkrir yaradıb. Xalqın qəlbindəki qorxu mülkünü o gecə dağıdıb söktü şəhidlər. Həmin gecə həqiqətən də insanların qəlbində o Sovetin ki qorxusu var idi. Qorxu mülk salmışdı insanların qəlbində. Şəhidlər deyir, həmin gecə insanların qəlbindəki o qorxudan yaranmış mülkü, qorxunu şəhidlər həmin gecə dağıtdılar, söküb dağıtdılar. Burada da metafor var. Həm də çox böyük məna var. Tarixi yaşadıq diləyimizdə, bir yumruğa döndük o gecə bizdə. Tarixi diləyimizdə, arzularımızdadır, biz də yaşatdıq
və həmin gecə biz də bir yumruğa döndük. Yəni axır ki birləşdik. Yıxıb köləliyi ürəyimizdə cəsarət mülkünü tikdi şəhidlər. Şəhidlər nə etdilər? Onlar ürəyimizdə olan o köləliyi, yəni qul kimi yaşamağı, nökər olmağı, Rusların qarşısında nökər kimi, bugünə qədər nökər kimi olmağı, yaşamağı onu yıxdılar, köləliyi, ürəyimizdəki köləliyi şəhidlər yıxdılar və yerində cəsarət evi tikdilər. Elə bil köləlik evini uçurdub, dağıdıb, yerində cəsarət evi tikdilər. Burada da metafordur, həm də təzad var köləlik evi ilə cəsarət mülkü. Onlar susturulan haqqı dindirər. Qaraca torpağı qeyrətləndirər, qiymətləndirər. Donan vicdanları qeyrətləndirər. Axı el qeyrəti çəkdi şəhidlər. Onlar, yəni şəhidlər sustu. Bugünə qədər haqq ki, insanların, millətin haqqı ki susturulmuşdu, o haqqı dindirdilər artıq. Danışmayanı danışdırdılar. Qara torpağı qiymətləndirər. Qaraca torpağı, yəni torpaq, qara torpaq da, adi torpaq da, amma onu dəyərə qiymətə mindirdilər. Çünki torpaq öz sahibinə qayıtmalı, öz sahibinin olmalı idi. Onu şəhidlər qiymətləndirdilər. Donan vicdanları qeyrətləndirər. İnsanların vicdanı donmuşdu artıq, yəni ümidsizcəsinə vicdanlar donmuşdu. O vicdanları artıq qeyrətləndirdilər, qeyrətə gətirdilər. Yəni insanların, əhalinin vicdanı ki donmuşdu, o vicdan, donan vicdan qeyrətləndi. Axı el qeyrəti çəkdilər, çəkdi şəhidlər. Çünki həmin şəhidlər elin qeyrətini çəkmişlər. Onlar elin qeyrətini çəkməklə, şəhidlər elin qeyrətini çəkməklə həm haqqı dindirdilər, susturulan haqqı dindirdilər, həm torpağı qiymətləndirdilər, həm də vicdanları, donmuş vicdanları qeyrətləndirdilər. 4 dənə metafor var burada. Demək, şəhidlərin el qeyrəti çəkməsi, şəhidlərin dindirməsi, qiymətləndirməsi və qeyrətləndirməsi. Dözdü hər zillətə, dözdü hər şeyə, dünyada mənim də haqqım var deyə, kütləni xalq edən müqaviləyə qanı ilə qolunu çəkdi şəhidlər. Demək, onlar hər zillətə, hər şeyə, yəni hər bir əzaba dözdülər, şəhidlər hər əzaba dözdülər və bu zaman dedilər ki, mənim də haqqım var da, mən ki haqsız deyiləm, axı mənim də bu dünyada bir haqqım var. Kütləni xalq edən müqaviləyə, kütlə artıq kütlə idi, qara güruh deyirdilər, kütlə deyirdilər o zaman. Amma o kütlə şəhidlərdən sonra xalqa çevrildi, xalq oldu. Yəni kütlə kiçik, belə deyək, ifadədir, xalq isə böyük. Kütlə hələ xalq demək deyil, amma kütlənin adamları, adi bir yerə toplaşan kütlə şəhidlərdən sonra xalqa çevrildi, xalq oldu və xalq kimi böyük bir məfhuma çevrildi. Bu da sanki bir müqavilə idi, kütlənin xalq edən müqavilə idi, imzalanan bir müqavilə idi və həmin müqaviləyə şəhidlər öz qanları ilə qol çəkdilər. Metafor var burada da. Həm də görsün nə qədər gözəl misralardan ifadə edib Bəxtiyar Vahabzadə bunu. İnsan, insan olur öz hünəri ilə, millət, millət olur xeyri, şəri ilə, torpağın bağrına cəsədləri ilə azadlıq toxumu əkdi şəhidlər. İnsan öz hünəri ilə insan olur. Millət də öz xeyri ilə, şəri ilə millət olur. Torpağın bağrına cəsədləri ilə, görürsünüz, azadlıq toxumu əkdi şəhidlər. Şəhidlərin dəfn olunması, torpağa verilməsi, elə bir şəhidi ki, torpağa dəfn edirsən, o şəhidin cəsədi deyək, toxumdur sanki, azadlıq toxumudur. Müəllif də burada qeyd edir ki, şəhidlər deyir, torpağın bağrına cəsədləri ilə azadlıq toxumu əkdilər. Yəni, müəllif bir ümid yeri qoyur ki, bu azadlıq toxumunu onlar əkiblər. Bu toxum cüzərəcək, yerdən qalxacaq və artıq azadlıq istəyən millət xalqa çevriləcək və öz azadlığını tələb edib əldə edə biləcək. Və həqiqətən də gördük ki, bundan sonra Azərbaycan müstəqilliyini təxminən bir il çəkmədi, 91-ci ildə Azərbaycan öz müstəqilliyini əldə edə bildi. İşğal altında olan torpaqlarını da gec də olsa, Allaha şükürlər olsun ki,
azad eləyə bildik. Belə, bununla biz həm birinci, həm də ikinci hissənin, poemanın birinci və ikinci hissəsinin məzmununu tam qavradıq. Növbəti dərsimizdə poemanın təhlili haqqında danışacağıq. Düzdür, təhlilin əsas hissəsini, çox hissəsini demək olar ki, məzmunu öyrənərkən demişik. Amma bəzi bir şeylər qalıb, onları da kiçik də olsa, kiçik video dərsdə izahını deyəcəyik. Hələlik bu qədər. Sağ olun, hər birinizə uğurlar.